Gələn ilin dövlət büdcəsinə edilən dəyişikliklər və vətəndaşların xərcinin artması birmənalı qarşılanmayıb. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapan məsələlər onu deməyə əsas verir ki, vətəndaşların xərc yükü artacaq. İctimai fəallar deyir ki, 2026-cı ilin büdcəsi açıq göstərir ki, hökumət iqtisadi sabitliyi xalqın cibindən maliyyələşdirmək niyyətindədir. Bəs konkret olaraq vətəndaşların həyatında nələr dəyişəcək? Layihəyə təklif edilən məsələlərin ən başında vergi yükü dayanır. Birincisi 7 illik özəl sektor və qeyri-neft sektorunda çalışan insanlara vergi güzəştləri var idi. 7 illik. Onlar ancaq və ancaq DSMF-yə, yəni Dövlət Sığorta Fonduna, təqaüd fonduna ödəniş edirdilər, maaşdan 10%. İndi 10 yerindəcə qalır, həmin o 10% ödəniləcək. Amma əlavə gəlir vergisi də yenidən vətəndaşlar ödəməyə başlayacaq. 2500-ə qədər maaş alanlar 3% ödəyəcəklər. 2500-dən 8000-ə qədər maaş alanlar isə 75 manat və üstünə gəl 2500-dən yuxarı hissənin 10%-ni vergi şəklində ödəyəcəklər. Yəni vergi yükü artır. Vətəndaşların vergi yükü artır. Amma ən maraqlısı odur ki, bu bir dəfəlik 3 illik öncədən əhatə edir. Yəni gələn il yenidən artırılacaq həm vergilər, həm sadə yəni işləyən vətəndaşlar üçün, qeyri-neft sektorunda və özəl sektorda çalışan vətəndaşlar üçün və növbəti 27-ci ildə yenə artım olacaq və sonunda 7%-ə qaldırılacaq gəlir vergisi. Yəni 2 il ərzində 3%-dən 7%-ə qədər gəlir vergisi artırılacaq. Bu vergi yükünün artmasıdır və bu da ümumilikdə vətəndaşlara təqribən hər il, yəni bu gələn il 26-cı ildə təqribən 600 milyon manata yaxın əlavə yük gətirəcək. 27-ci ildə təqribən 859 milyon, 28-ci ildə isə artıq milyarddan, 1 milyard manatdan çox əlavə yük gətirəcək, yəni ödənişlər artacaq. İkinci əsas məsələ icbari tibbi sığorta ilə bağlıdır. Bu vaxta kimi təqaüdçülər, işsizlər və 18 yaşına çatmayan şəxslər icbari tibbi sığortadan istifadə edərkən ödəniş dövlət tərəfindən həyata keçirilirdi. İndi təklif olunur ki, işsizlər illik 196 manat sığorta üçün ödəniş etməlidirlər. Bundan əlavə, avtomobil sahibkarlarının da xərci artacaq. Əvvəllər hibridlə işləyən avtomobillərə güzəşt var idi, əlavə dəyər vergisi güzəşti var idi. İndi o da ləğv olunur. Deməli, hibrid avtomobillər də təqribən 20% bahalaşacaq gələn ildən, yanvarın 1-dən etibarən. Bu da vətəndaşların, yəni avtomobil almaq istəyənlərin üzərinə əlavə yükdür. Bəzi cərimələrin artması gözlənilir. İndi cərimələrin siyahıları dəqiqləşdirilir. Yol vergisinin artması gözlənilir. O da dəqiqləşdirilir. Ayı 92 və dizel yanacağının qiymətində də bir 10%-ə yaxın bahalaşma ola bilər. Ən azından vergilər artırsa, aksiz vergiləri və yol vergisi artırsa, onların da qiymətinə təsir göstərəcək. SOCAR-ın dövlət büdcəsinə ödədiyi vergi gəlirləri azaldığından yanacaq qiymətinin artırılması qaçılmaz hesab olunur. Su, elektrik enerjisi və təbii qaza görə istifadə pulundan əlavə aylıq abunə haqqı da ödəniləcək. Bütün bunların fonunda isə təqaüd maaşların artımı baş tutmayacaq. Bəs vətəndaşın üstünə qoyulan bu qədər xərc hökumətin səriştəsizliyidir? Səriştəsizlikdən əlavə bu da var təbii ki. Hökumətin uzun illərdir ki, neftdən asılı iqtisadiyyatdan normal əlavə dəyər yaradan, istehsalı güclü olan bir iqtisadi modelə keçə bilmədik biz. İndi də neftin qiyməti də düşür və Azərbaycana ən çox təsir edən odur ki, hasilat da düşür və gəlirlər azalır, kəskin şəkildə azalır. Bu il məsələn görürük ki, neft fondunun gəlirlərində azalmalar var, xarici ticarət dövriyyəsinin profitisində ciddi azalmalar var. Və bu azalan gəlirlər əvəzinə vergilərin artırılması yolu ilə büdcə xərclərini tənzimləməyə çalışır hökumət. Yəni bu tək belə deyək də bacarıqsızlıq deyil, həm də uzaqgörən siyasətin olmamasıdır. Yəni ölkədə normal iqtisadi model qurulsaydı 10 il bundan qabaq, 15 il bundan qabaq heç belə ağrılı vergi artırımlarına ehtiyac da qalmazdı. Büdcə iqtisadi aktivlik hesabına dolardı, necə deyərlər. İndi iqtisadi aktivlik də zəifləyib. Ölkədə ümumdaxili məhsul cəmi 0,9% artıb keçən il. Yəni daha doğrusu bu ilin ilk 8 ayında. Bu onu göstərir ki, iqtisadiyyatda da ciddi problemlər var. Bütün bunlar təbii ki, hökumətin məsuliyyətidir.